Dünən götürüb Sevər ona bir kuplet söz yazıb ki, sən mənə niyə belə deyirsən? Qayıdıb nə desə yaxşıdır Sevərə. Mən deyir, məni deyir, Ləman qızışdırdı. Mən Ləmana görə sənə o sözü dedim. Ləman burada pirçom, sən TikTok açılandan qalik deyib oturmuşsan. Hə? Ləman burada pirçom. Nə 200'lük edirsən? Hələ Niko mənə TikTokda WhatsAppda zəng edib başqa cür danışırsan. Buna da götürüb direktə yazırsan, bizi Ləman qızışdırdı. Utanmırsan, yeyirsə, Velizar, sənin sözün var, yeyirsə gəl üzümə de. Sən də yeyirsə qoşularsan mənim üzümə. Bax, burada dünən məni necə TikTokdan çıxartdın ha. Qoymadın sözümü deyim. Bildin ki, mən düz danışacağım, sən nipraf çıxacaqsan. Ona görə də getdin orada öz aləmində danışdın, mənə nipraf çıxartdın. Zarafata gülə-gülə sala-sala. O xain arvadlar olur, qayın arvadı, xain arvadı. Onlar kimi oturub hamını bir-birinə vır. Sonra deyən zarafat edirəm. Sənin kimi elə hamı sözün gülə-gülə deyib, desin özün pis eləməsin. Amma biz agresiv deyək, özümüzü pis eləyək. Altdan da oradan hərəkətləri və eləginən. Cəmaatla da dostluq elə, sözləri yığ. Sonra da otur onlardan danışarsan. Yaxşı. Sən ancaq canlılarda mənə deyirsən, qeybət ona buna. Sənin üçün hamı qalikdir. Elə sənin üçün də hamı qalikdir. Sıralamaya kim düşür deyirsən, film fantonları atır, aşkım mənə xalq atır. Heç tanımır sıralama. Film fantonları atır, aşkım mənə xalq atır. Mən 7 ildə bunları danışmışam. Sən 3 aydır buradasan, day zad eləmədiyin zad qalmayıb. Sən kimə deyirsən? Sən kimə deyirsən? Hə, mən başımı nə çöndərsən? Mən sən o bu yayıncılardan deyiləm, ha. Hətərəm, petərəm, sənə buradan bir dənə gedərəm, eşitdin məni. TikToka səni gəlməyivə peşman edərəm. Məni kimdənsə səhv salma ginən, ha, sən. Eşitdin məni? Sözün var, sözvüdür, sözvün də arxasında dur ginən. Şam tutanlıq eləmə mənə orada. Başa düşdün? Yeyirsə qoşul bura. Dünənki sözün qalanı var ha. Onu kimlər var ha? Yorumlarda tərəfini tutanlar var ha. Düzdür. Yeyirsə qoşul bura. Dünən özün qoşulmusan mənim canlıma. Və sən bilirsən ki, mən ayla danışmıram. Ay uşaqlar, səhvəm, deyin ki, aman burada səhvsən. Mənə problem deyil. Mən səhv olduğum yerdə səhv oluramsa deyirəm səhvəm. Sən bilirsən ki, mən ayla danışmıram. Okey? Sən gəlsən, mənə istə yatırsan, PK eləyirsən mənə. Sən durub mənə deyirsən ki, dünənki söhbət belə oldu. Nə oldu ay bacı? Bəs heç kəsi evdə buraxmayacaktın. Belə də elədin. Mən də qayıtdım sənin o sözün qarşılığında dedim ki, sən də dedin ki, mən heç bir TikTokerlə bir stolda oturmayacağım. Belə də dedin. Mən də sənin o atvetivi qaytardım. Başa düşdün? Oldun pis adam. Sən sözü zarafata deyirsən, biz amma deyirik oluruq pis adam, paxıl adam, davakar adam. Amma sən deyə də zarafatı hər şeyi olar. Yaxşıdır da valla, müğənni qoymamsan, aktyor qoymamsan, aktrisa qoymamsan, restoran yeri açan qoymamsan, bağlayan qoymamsan, hamıya sətr altı sözləri soxursan, sonra deyirsən belədir. Dünən mənə deyirsən 4 uşaqlı anıya qaylik deyirsən. Mən harada 4 uşaqlı anıya qaylik dedim. Sən deyirsən ki, mən qaylik sözünü sevərə, o mənada dedim ki, oliqarx qız, sən də deyəndə mən danışıram sevər. Oliqarx qız, maşını olan qız, pullu qız. Belə oldu, olmadı. Bax, mən səhv danışmıram, məni yandırır, başa düşürsən, mən düz olduğum yerdə, mən qıcıqlanıram, mən nifrət elədiyim şeydir də, bax, 200'lülüyü mən sevmirəm, qulaq az. Durdum mənə, nə danışırdım, bax, yadımdan çıxdı, dedin ki, qaylik o mənada, dedim ki, pullu qız. Mən də qayıtdım, dedim ki, sən qaylikləri sevirsən. Sən də canlında deyən, pullu qızları sevirəm, maşınlı qızları sevirəm. Əgər qaylik sözü pis söz deyilsə, buna deyirsənsə, niyə o sözü sənə deyəndə ki, ətrafında pis başa düşürsən? Niyə? Sən deyəndə zorsan, biz deyəndə zortuq. Hə? Sən göydən düşmüsən, qızıl zəmin 30K izləyir deyə böyük adamzatsan. Hə? 100K'dan düşdünsə sən əgər, əzizim, hələ 7 ildə yox ha, 3 ayda 20K'ya, sən 3 aydan da sonra düşərsən 5K'ya, sonra da yallah habibi. Özünü çox göydən aparma, hələ yanındakı Niko vəxşey düşüb ulduz xəstəliyinə. Başa düşdün? İnsanın kütlə görüb qudurmamağı, hər adam onu bacarmır. Hər adam cəmiyyət içində özünü aparmağı bacarmır. İnsan qudurmaz. İnsan insana hörmət edirsə, insan hörmətin başa vurmaz. Misafiri və canlıva kim qoşulur? Ay, ac eləyib atırsan. Hamıya da sözü soxursan zarafata. Onu biz deyib, hamıda bir insan atsaydıq canlıdan, deyərdiniz naşükürdür, Allahsızdır, dinsizdir, qudurmusuz, filan şey eləmişsiniz. Xəstə uşaqlar səndən pul istəmir ki, qoşulur PK. Ay aşkım, mən oynamıram. Oyna da səndən pul istəmir ki. Niyə oynamırsan? Yalandan dedirsən icazə yoxdur. Harda icazə yoxdur? Pul yığmağa icazə yoxdur. Xəstə uşaqlarla oynamağa harda icazə yoxdur? Nə artist deyirsən? Hə? Sən sənə kütlə görüb quduran. Bildin? Həddini aşma yine.
Mən də ağzımı açdırma ginən burada. Sən sevənlər ola bilər, amma düz hərəkətlər eləmirsən. Durub sevərə deyirsən ki, məni Laman qızışdırdı, sənə qalik dedim. Sən TikToka gələndən buna qalik deyirsən. Evin olmağın belə açdın, tökdün. Düdün 200-lüdür, filan üzlüdür, bəsmən üzlüdür. Bilmək istəyirsən nə var? O Alican var, o bir dənə Alican idi o. Yazın. Oxuyur, necəsiz canlarım, eləyir belə TikTokda. Onu şəhərdə kasıbdı deyə rüsva elədilər ki, sən filan kəssən. Sən bəsmən kəssən, sən filan kəssən. Başa düşdün? Sən prosta videon var deyə sən bəzilərin üçün filan kəs deyirsən. 200'lü deyirsən mənə, hamı dalıca danışan. Gör sənin elə yanında oturanlar hamısı heç kəsin dalıca danışan, heç kəslə dalaşanlar deyil. Belə düz danışırsa, belə yeyirsə otur düzün danış. Oturub deyirsən ki, Laman bizi qısqanır. Laman sən axırıncı adam olarsan ki, mən sənin və sənin ətrafı qısqanıram. Başa düşdün? İstəsəm şəhərə də gedərəm, istəsəm sənin getdiyin o yerlər var, səhərə qədər oğlanlar oturur, əlində siqaret, tüstü, açıq-saçıq geyinirlər, hər yerlərini qoyurlar çöldə. Gedərəm mən də 4-ə 5-ə kimi oturaram orada, səndən ayaq uyuşduraram. Başa düşdün? Ayaq uyuşturmuram deyə sənin tempində deyiləm deyə. Çuşqayam canım, mən oliqarx deyiləm, mən sənin tipində deyiləm. Sənin tipində olanlar var, mən onlardan deyiləm. Takışda çaşma ginan mənə qarşı. Mən bugünə qədər TikTokda sənə qarşı hörmətsizlik eləməmişəm. Elə hamıya altdan deyirsən filan. Valla mən 7 ildə danışmışamsa, sən 3 ayda məni keçmişsən. Başa düşdün? Gülə-gülə sözümü deyirsən. Mən sənə belə naxalini dedim. Yeyirsə qoşul, sözümü də üzvə deyərəm. Problem deyil. Hamını canlıdan atandan sonra zarafata hər sözü demək lazım deyil. Mən sənə qarşı hörmətsizlik eləməmişdim. Sən mənə qarşı hörmətsizlik edirsən. Durub bundan qorxursan indi qalik sözünə görə. Durub deyirsən ki, məni Laman qızışdırdı. Məni Laman qızışdırdı. Laman səni qızışdırıb neynədir? Gələn kimi söz soxursan, sözün də cavabını alırsan da. Durub mənə deyirsən ki, hamı ilə dalaşıb görüşdün. Mən də deyirəm, sən də baboşla dalaşdın, görüşdün. Demək deyil. Valla mən bundan bağlı qanun açsam, qanunla getsəm bunun üstündə, vəlidən çox pis olar. Sən deyir, onu Həqiqətən də öz canlıda deyərsən. çünki Ömrüm deyən onu öz canlıda deyərsən. Bir dəqiqə. Yəni ki, takışdo, sən də baboşla dalaşdın. Baboş sənə dedi uşaqlara pis örnək, dırnağı belə. Ağzına gələni dedi də, sənin haqqında dayı demədiyi söz qalmadı. Deyin ki, Laman demədi. Götdün, oturdun, çay içdin. Niyə içdin? Mənə deyirsən, bir-birinizə ağzınıza gələni deyirsiniz, gedib oturub çay çörək yeyirsiniz. Niyə oturdun? Bax, sual verirəm. Mənə deyirsən, məndən artıqsan, sən məndən yaxşısansa, niyə oturdun? Niyə oturdun da? Sən də mənim elədiyim eləmsən də. Mən sənə demirəm ki, gedib kimlərləsə oturma. Sən durub məni o yandırmır. Durub deyir ki, Laman, elə mən dünən söhbət o söhbətlərdən olmadı axı. Sən açdın, gördün mən sənə atfetivi verdim. Sən o söhbəti yaddan çıxartmaq üçün getdin, girdin başqa mövzulara. Onunla filan şeylə sevgili oldu, filan şeylə filan oldu, bəsmən şeylə bəsmən oldu. Başqa vaxt deyirsən kim necə yaşayır özü bilər. Biz də necə yaşayırıq özümüz bilərik. Sənə nə var? Sən durub 200 eləyirsən, belə eləyirsən, Orada mən o yandırmadı, belə eləyir. Mən elə söz dedim, sizi atavızın, anavızın canına and verirəm. Mən dedim filan kəs qalikdir, belə eləyir, sən filan kəsə 4 uşaqlanıya qalik deyirsən. Mən elə söz dedim canlıda. Sən dedin qalik sözünü mən oliqarx mənasında deyirəm. Sən necə 2 dəqiqədə söhbəti fırlatdın, ağzıva gələni danışdın o canlıda?